Şəfiqə xanım, Bəli. kamança sinfini bitirənlər bugün skripka ifa edirlər toylarda. Amma pul önəmlidir. Görürsünüz? Pul önəmlidir əlbəttə. Dəyişirlər. Kişi xeylaqlarıdır da. Mən onları bir qüsur görmürəm onda. Toylara gedib ailə saxlamalıdırlar. Mən qüsur mənasında demirəm. Kamança sinfini bitirənlər skripka ifa etməsələr toylarda harda işləyəcəklər? Yox, restoranlarda trio üçlük də var. Çox azdır da. Azdır. Yəni görürsünüz, yenə gəldiyi restoran toy. Bəli. Əsl sənətdən gedir söhbət. Harda gedib işləsinlər? İldə neçə kamança ifaçısı məzun olur? Olur. Neçə nəfər? Olur. Məsələn, deyim sizə ki, 8, 7, 9 nəfər olur. Əgər bunlar toylara gedəcəklərsə, gedib toylardan pul qazanacaqlarsa, niyə kamança sinfinə gəlsinlər ki? Əgər kamançanı skripkaya dəyişəcəklərsə, mən skripka alətini pisləmirəm, o da gözəldir. Çox gözəldir. Doğru. Amma sırf kamançanı sevib, mən kamança sinfində oxuyuramsa, pul qazanmaq üçün skripka ifa edəcəmsə, niyə kamançaya gəlim ki o zaman? Yəni bir müddətdən sonra qorxmursunuzmu ki, bu sinfə gələnlərin sayı azalacaq? Əslində sözümün canı buydu. Mən deməzdim ki, ancaq kamança sinfinə gələn keçir skripkaya, xeyr. Elə skripka çalanların özündə də hələ skripka ilə toylara gedirlər. Bəli, bəli. Hələ skripka çalır, hələ skripkaya gedib birinci sinifdən. Tək kamança çalanlar deyil. Bugün o zaman müğənni və ifaçıların... Toylar önəmlidir də onlar üçün. Mən fikirləşirəm ki, yenə də gəlir, çıxır ailəyə. İndi mən bir sözümü tamamlamaq istəyirəm. Buyurun. Ki, mən hətta bir ay rəqsə də getmişəm. Rəqsə getdim, oxudum, amma qoymadılar məni oxumağa. Atam məni apardı filarmoniya, mən dəfələrlə demişəm. Ona görə deyirəm, atamdır əsas səbəbkar. Göstərdi mənə filarmoniyada, onda televizor yox idi. 56-cı ildir, 57-ci illər təzə televizor vardı. Dedi ki, bax, kamança bax, qızım bu alətdir. Qoyum səni kamançaya. Dedim, hə, istəyirəm. Yəni, atam səbəbkar olub kamança. Sevdirdi sizə. Deməli, mənim atamda o qədər musiqi duyumu güclü idi.